Salam, hər birinizi xoş gördük. Bugünkü mövzumuz manifestlər, afirmasiyalar, istədiyimiz bir şeyləri düşünərək həyatımıza çəkə bilərikmi mövzusu haqqında danışacağam. Bəli, hal-hazırda bütün paylaşımlara baxsaq, hamı nə deyir? Yaz bir kağıza, yandır külünü göndər. Səhər yuxudan durduğun afirmasiyaları dinlə, oxu, axşam yatanda, gün orta, manifest elə, hal-hazırda olmuş kimi bunu yaz, qeyd elə. Bəli, hal-hazırda bütün internetdə demək olar ki, bu mövzular böyük bir baxışa səbəb olur. Çünki insanlar nə istəyir? İnsanlar pul istəyir, insan maşın istəyir, insan ev istəyir, əlində olmadığı şeyləri əldə eləmək istəyir. Mən sizi anlayıram, təbii ki, biz maddi dünyada yaşayırıqsa, bunları istəməyimiz də normaldır. Sadəcə olaraq, belə bir hal var ki, sən gündəlik nə qədər manifest edirsən elə, afirmasiyalar dinləyirsən, dinlə, xeyri olarmı? Bəli, təbii ki, bunun xeyri olacaq. Amma və lakin, ən əsas pik bir nöqtə var. Bu pik nöqtə nədir? Pik nöqtə sənin həmin o manifestləri, o afirmasiyaları həyata keçirdikcə, bütün bu həyata keçirdiyin nədirsə, bunu sən öz beynində vizuallıq yaratmağındır. Yəni, istədiyin şey ev almaqdırsa, sən onu vizual olaraq da beynində yaratmalısan. Bəli, kimsə çıxıb deyə bilər ki, Rüfət bəy, mən vizuallığı yarada bilmirəm, məndə bu bacarıq yoxdur. Bəli, demək o insanlar vizual insanlar deyil. Bu insanlarla artıq fərqli işləmək lazımdır. Bəlkə də o insan audial insandır və s. və ilaxır. Fərqli işləmə metodları olur o insanlar üçün. Amma yenə də deyirəm, beyin vizuallığı sevir. Necə ki, sən axşam yatırsan, səhər yuxudan oyananda deyirsən ki, mən filan yuxunu görmüşəm. Hətta onu elə danışırsan ki, o hissi, o duyğuları yaşayırmışsan kimi sən orada onu danışırsan. Və bu da gözəl bir şeydir, pis bir şey deyil. Ona görə də siz bu afirmasiyaları eləməmişdən qabaq, manifesti eləməmişdən qabaq, bundan paralel olaraq sən vizuallığı da yaratmalısan və unutma, sən bu vizuallığı yaratdığın andan etibarən sənə bu sistemin, bu kainatın, bu enerji aləminin bir sorğusu gələcək. Əgər sənin şuur altında negativ bir inancın varsa, bu ev məsələsi ilə bağlı dərhal o tətiklənmə prosesi baş verəcək. Yəni, sən artıq düşündün ki, tamam, gözlərini yumursan, mən evi aldım, ev artıq mənimdir və sən o vizuallığı yaradanda evin otaqlarının, mebelinə qədər, hər şeyi ümumiyyətlə, otaqların, divarının rənginə qədər hamısını bir-bir canlandırmalısan. Neçənci mərtəbə, hansı bina, hansı ərazi, evə necə daxil oluram və həmin anda o evi aldığın anda, o evə daxil olduğun anda yaşadığın sənin his, duyğu və düşüncələr ki var, onları həqiqətən də sən yaşamalısan. Yəni, o vizuallığı yaratdığın zamanda belə yaşamalısan. Çünki sənin səsləndirdiyin ifadələrin bir titrəşimi olsa da, sənin keçirdiyin his, duyğuların titrəşimi daha çoxdur. Bunu unutmayın. O sənin frekansını təyin edir, həmin o his, duyğu və düşüncələr. Sən bunu yaratdın, əla, çox gözəl. Daha sonra tətiklənmə olacaq, burada diqqətli olmalısan. Yəni, sənin şuur altında ev almaqla bağlı negativ bir inancın varsa, dərhal tətiklənəcək və səndə artıq yenidən sıfır nöqtəsinə düşmə baş verəcək. Həmin anda sən özünü toparlamalısan. Bax, pik nöqtə budur. Ən dəqiq nöqtə budur. Oranı ki, keçdinsə, sən bəli, gec və yaxud da tez zamanı gəldi, bunu əldə edəcəksən. Mən bunu həmişə demişəm, əgər bizi yaradan bizə bir şey vermək istəyirsə, zaten verəcək. Amma onu vermək istəmirsə və yaxud da o verəsi bir şey bizim həyatımıza təhlükə yaradacaqsa, bəli, onu verməz. İstəyib, çox istəyib, əldə edə bilərsənmi, eləyə bilərsən. Amma sonraki artıq baş verəcək hadisələr ki, indinin mövzusu deyil. Ona görə də siz manifest afirmasiyalar eləməklə yanaşı, həmçinin vizuallığı da yaratmalısınız ki, o his və duyğuları tamamilə yaşayasınız. Hər birinizə təşəkkür edirəm. Diqqətinizə görə minnətdarım. Kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın.